Blok qəbul testinin ikinci testinin izahına baxaq. İkinci Rusiya və Qacarlar və Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycan tarixinə aid ümumi cəhətlər. İkinci Rusiya-Qacar müharibəsi 1826-1828-ci illəri əhatə etmiş və Türkmənçay müqaviləsi ilə başa çatmışdır. Birinci Dünya müharibəsi isə 1914-cü ildən 1918-ci ilə qədər davam etmişdir və Versal sülhü ilə başa çatmışdı. Almaniya uduzmuşdu. Hər iki müharibə dövründə Cənubi Azərbaycan tarixinə aid ümumi cəhəti seçəcəyik. Ərazisinin hərbi əməliyyatlar meydanına çevrilməsi bu doğru cavabdır. Çünki hər iki müharibədə Cənubi Azərbaycanın ərazisi hərbi əməliyyat meydanına çevrilmişdi. Əhalisinin Mərkəzi Asiya və Qazaxstana sürgün edilməsi bu doğru cavab deyil. Biz müharibədə belə bir hadisə görmürük heç birində. Ona görə 1 olan variant götürəcəyik, 2 olan isə çıxacaq. D və Y çıxır, A və B-nin arasında qalırıq. Üçüncü varianta baxaq. A variantının qalıb çıxmaması haqqında əmin olmaq üçün ərazisinin böyük hissəsinin Osmanlı qoşunları tərəfindən ələ keçirilməsi, bu da hər iki müharibəyə aid deyil. Çünki 2-ci Rusiya-Qacar müharibəsində biz belə bir hadisə görmürük. Ona görə düzdür, 1-ci Dünya müharibəsində Osmanlı qoşunları Cənubi Azərbaycana yerləşdirilmişdi, amma 2-ci Rusiya-Qacarda biz belə hadisə görmürük. O yüzden də 3-ü də çıxırıq. Deməli, əlimizdə bir dənə 1 var. Təbrizin Çar Rusiyasının qoşunları tərəfindən işğal olunması və milli hökumətin yaranması cavabları qaldı. Rusiya-Qacar müharibəsi dövründə biz milli hökumətin yarandığını görmürük. Ona görə də 5 variantı da çıxır və düz cavablardan biri isə 4 variantıdır. Ona görə cavab olacaq B variantı 1 və 4.